çevrə sualına baxaq. Deməli, bu çevrə sualında bizdə OD ilə DY-nin bərabər olduğunu verib. Sonra bu bucağı alfa bucağıdır. Bizdən də alfa bucağını soruşur. Əgər bura alfa bucağıdırsa, daxilə çəkilmiş bucaq alfadırsa, söykəndiyi qövs onun 2 qatı 2 alfa olacaq. Daha sonra bura bir AA desəm, artıq radiusumuz 2A olacaq. Və O ilə C nöqtəsini birləşdirsəm və burada bizdə radius əmələ gəldiyi üçün buna da 2A deyəcəm OC-yə və bu düzbucaqlı üçbucağa baxsaq, bu düzbucaqlı üçbucaqda görürəm ki, burada 90-dır. Buradan görürük ki, deməli, katet hipotenuzun yarısıdır. Həmin bu katet hipotenuzun yarısıdır. Bu nə zaman olur? 30 dərəcə olduqda, 30-60. Yəni 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısı olur. Onda digər bucağımıza 60 qalır. Eyni zamanda bura 90 dərəcə olduğu üçün bizdə bu hissə 30 dərəcədir. Və bu bucaq 30 dərəcə olduğu üçün söykəndiyi qövsə bərabər olur. Çünki mərkəzi bucaqdır. O zaman yaza bilərəm ki, deməli, 2 alfa bərabərdir 30 dərəcə. Buradan da alfa bərabərdir 15 dərəcə. Bizdən də elə alfanı soruşurdu.